Salam əziz və hörmətli dostlar. Çox üzr istəyirəm, mənə bir iş telefonu gəldi. Məcbur oldum ki, telefona cavab verəm, biraz da uzuna çəkdi. Zahirən video kəsildi. Mən ona bir ayrı ad qoydum, göndərdik, save olsun, umarım save olar. Kitabı əvvəldən başlayıram, tazaşdan başlayıram bugünkü kitab oxumağa. Türkçülüyün əsasları adlı kitabı oxuyuruq. Yazarımız Ziya Gökalpıdır və 97-ci səhifəni oxuyuruq. Əslində bir neçə səhifəmiz qalır, bəlkə 3-4 cələsəyə can bunu qutarırıq. Keçənki cələsələrdə dedik ki, türklər müdiriyyət səviyyəsində, əski türklər müdiriyyət səviyyəsində toplumu 4 yerə bölürdülər. Bir boyudur, bir soyudur, bir türkünüdür və bir bark. Mən türkünün mənasını bilmirdik, dünənləri öyrəşdim ki, deyir, türkün o ailəyə deyər ki, o ailənin həm nənəsi, həm dədəsi əsil türk olalar. Əgər bir adamın ailəsinin nənəsi ya dədəsi türk olmasa, o türkün hesab olmaz. Və yuxarı səviyyədəki siyasi postlara gələ bilməz. Yəni, məsələn, bir dənə türkün olmayan adam eləyə bilməz şah olsun. Yəni, şahın mümkün 2-3 arvadı olsun. İslama görə 4 arvadı ola bilər. Və şiəliğə görə, ötürün, sözünü işlətməyim, şiəliğə görə də çox ola bilər. Və bu, istər-istəməz uşaqları olacaq. Uşaq erkək olmağına və böyük olmağına baxmayaraq, əgər nənəsi əsil türk ailəsindən olmasa, şah olanmaz. Qacarlar da bunu görmüşdük. Dördüncüsünə indi gəldik, yetişdik ki, barkıdır. Görək, bark nədir? Deyir ki, əski türklərdə bir dəliqanlı evlənəcək yaşa gəlincə, hər bir qəhrəmanlıq sınavı keçirər, el məclisindən yeni bir ad alırdı. Yəni, hər bir dəliqanlı, yəni coşqun deyək, bir yaşacan, hələ çox, bizim o Qaradağda cahıl deyərdilər, cahıllıq dövrü, cavanlıq dövrü. Evlənmək sinninə gəlincə, deyir ki, bu bir sinavdan, yəni sinav nə demək? Yəni imtihan. İmtihan ərəbcə sözdür, fars deyil. Türkçəsi sinavdır. Bir sinavdan keçəndən sonra el o sinavdan keçdiyinə görə ona bir ad verər. Yəni el nə dediyimiz? El məclisi, yəni o millətin məclisi ona bir ad verərdi. Və bu ad taza ad olardı, yəni o nənədə verdiyi addan sonra fərqli olardı. Bilirsiniz, demişik da ki, insanlar normalda boylarının adını daşırdılar ki, sonra İranda famili ad dedilər. Avropadan götürmədi. Pəs bir qəhrəmanlıq, mən bunu işarə edeyim ki, qəhrəmanlıq dediyimiz sadəcə savaş gücü və düşməni məğlub eləmək deyil. Bəlkə qəhrəmanlıq eləyə bilər siyasi olsun, eləyə bilər iqtisadi olsun, eləyə bilər elmi olsun, teknolojik olsun. Mən bunu bir dəfə xülasə desəm, savaş gücü, ağıl gücü və sərvət gücü. Bu 3 dənə da. Amma istəyək bölək daha çox ola bilər. Elm gücü, təxəssüs gücü, siyasət gücü, hüquq gücü və çox ola bilər. Qəhrəmanlıq hesab ola bilərlər. Yəni, fərz edin ki, bir nəfər indi bir teknoloji yarada, məsələn, internet. Bu, bir dənə ordunun gücündən güclüdür. Qəhrəmanlıq da özü. Bir dənə sistemi iqtisadi yarada, millət rifaha gedə. Bu, özü bir sistemdir, çox güclüdür, çox da ərzişlidir, qəhrəmanlıqdır. Ya, bir dənə fəlsəfi fikir gətirir ortaya, düşüncə fikri gətirir ortaya, bu da çox önəmlidir.
Beləliklə, eldaş nitəliyini erkək ermiş dəyərini qazanaraq vətəndaş hüququna sahib olurdu. Burada erkəkdən danışır, yəni xanım tayfalarından danışmır. Erkəklərdən danışır falan. Deyir ki, beləliklə, yəni o imtahandan keçib biri ad alandan sonra beləliklə eldaş nitəliyini, el dedik millət. Eldaş yəni millətə bir üzv olmaq, millətin bir parçası olmaq haqqını qazanar. Məsələn, indi bir nəfər köçür bir ayrı məmləkətə gedir, orada eldaş olur. Məsələn, mən Kanadalı oluram, o birisi Amerikalı olur, o birisi Türkiyəli olur, o birisi Azərbaycanlı olur. O birisi gedir İranlı olur. Bu eldaş olmaqdır. Millət, yəni millətə qoşulmaq, o millətdən olmaqdır. Beləliklə, eldaş nitəliyini, nitəlik dedik ki, aşkarlığını, vaqiiyyətini, durumunu, beləsi deyək, durumunu erkək, ermiş dəyərini, yəni yetişdiği o ərzişə, dəyərə, o imtihandan ki geçdi, orada indi nəyə o dəyər ki özünə biçibdi, onu qazanaraq vətəndaş hüququna sahib olurdu. Yəni ondan sonra vətəndaş haqqına sahib olardı. Yəni məsələn, keçsin boyda ya məclisdə şirkət eləsin, rəy versin, rəhbəri seçsin ya rəhbərliğə hazır olsun. Bunu o şeydən sonra olardı. Buna görə babasının vəliliyi altından çıxaraq xaqanın vilayəti altına girərdi. Görürsünüz, böldü. Deyir ki, bu sinnəcan ki, evlənmək sinnidir, diqqət buyurun, imtahan keçirtmək dövrəsinə qədər, yəni sınavdan keçən dövrəyə qədər atasının, babasının, yəni dədə, onun nənəsi var, bir də dədəsi var. O dədəsinin, əlbəttə Türkiyədə dədə böyük babaya deyirlər, bizdə biraz fərqli olur da, bəzi yerdə bizə dədə, elə o adama deyirlər ki, bizi dədə nənəmiz doğubdu, onlara deyirlər. Buna görə babasının vəliliyi, babasının o bunun üstündəki bir vilayəti var idi ki, dünənki bəhsdə dedik, İçin o vilayət var, iki cürə baxış var ki, İranda biri indi hakimdir. O da budur ki, baba ailənin rizayəti olmaya, onlara hakimdir. Bir diktatordur ailədə və eləyə bilər onları öldürə, sata, bağışlaya, hər nə istəsə onlarla eləyə bilər. Biri də budur ki, yox. Ata ailədə bir hürmət, uşaqların tərəfindən hürmət görələx bir yeri var. Və uşaqlar istədikləri üçün o yerdədir. Uşaqlar istədikləri zaman oradan o mövqeyiyyətdən gedə bilər. Buna görə babasının vəlilik altından çıxar, ya çıxaraq, yəni oradan çıxıb xaqanın vilayət altına keçər. Daha bundan bu yüzə keçər, şahənşah İranda deyirlər, ya padişah deyirlər. Xaqan, xanlar xanının vilayəti altına, yəni onun hökuməti altına, onun əmri altına keçər. Daha atasının əmri bundan bu yüzə az işlər. Nə üçün işləməz? Dedik ki, ocaq həmişə yerindədir. O, hakimiyyətin fərmanı keçər. Bu dəliqanlı ailəyə aidat 97-yə qeyd edirik. Və əlim dəydi getdi, bunu qeytərdik yerinə. Bu dəliqanlı ailəsinin malından hissəsini almaq üçün babasının, anasının ölməsini bəkləməzdi. Bu dəliqanlı ki, yetişib evlənmək sinninə ki, evlənsin, bir sınavdan da keçdi, bir ad qazandı və haqq sahibi oldu bu torpaqlarda, bu eldə. Deyir ki, dəliqanlı adam ailəsinin malından, dədənənəsinin malından, nə ki onların malları var, hər nə, hissəsini almaq, hissə ərəbcə sözdür, pay türkcədir bunun. Hissəsini almaq üçün, payını almaq üçün babasının ya anasının ölməsini bəkləməzdi. Gözləməzdi ki, bunlar ölsünlər, mən payımı alım, miras alım. Mirası gözləməzdi. Bəlkə neynərdi? Görək neynərdi. Evlənəcəyi sırada ailə malından mirasını peşin olaraq alardı. Evlənəcəyi sırada, yəni o zamanda ki, evlənir,
diqqət buyurun, indi burada cahazaza da işarə edilir ehtimalən. Evlənəcəyi sırada, evləndiyi o mərhələdə, sırada, aşamalarda ailə malından, indi ailədə nə mənə mal var, ondan mirasını peşin olaraq, indi burada peşini nə cür məna edək? Peşin, pişapiş varsa, pişapiş, peşin. Peşin olaraq alırdı. Deyir ki, gələr deyər ki, mənim payımı verin, ölmə, lazım dəymən sizin ölüm ağzı gözləyəm. Bu da çox gözəl bir işmiş. Baxın, uşaqlar da gözləmirdilər ki, Allah, dədə nənəmiz indi belə olub da mütəəssifanə. Olar olmaz, İranda adamlar əl götürüblər, əllərin göyə ki, Allah, dədəm, nənəm hava öləcək, bunun evini sataq, bizə bir pul gəlsin. Yəni, bu qədər insanlar əscihləşiblər. Ya dədə nənəni aparırlar, qoyurlar bir yerə, onun evini satırlar. Ya dədə nənəni ötürürlər eşiyə, evsiz qalır, aparırlar, qoyurlar behzis deyə ora-bura və onun evini satırlar ki, məsələn, əllərinə pul gəlsin. Belə bir şey yox imiş. Hər kəsin qabaqcını alırdı, çıxır, gedir, işini də alışsın. Alacağı qız Yumuş adıyla bir cehiz gətirərdi. Cehiz ki deyirik ha indi. Onun türkçə adı nə idi? Yumuş. Yumuş deyə ona ailəsi bir cehiz verərdilər. Yəni bir şeylər yaşam üçün. Dəqiqən bu günlərdə Kanadada və Amerikada belə bir sistem keçir. Yəni uşaqlar əvvələn ata-anadan çox icazə almazlar evlənməyə. Çünki uşaqlar yekəliblər, uşaq deyillər. İkinci, işdirlər özləri. Həm qız işdir, həm oğlan işdir. Üçüncü, iradələri, fərdi iradələri mühümdür. Dədənənənin iradəsi mühüm deyil. Bunlar bir-birlərini sevəndən sonra dədənəniyə iş düşməz xeyir deməkdən ötürü. Fəqət gərək dua eləyə. Ondan sonra nə olur dostlar? Ondan sonra qızla oğlan gedirlər, bir ev tuturlar. Dədənənə də bir çöməklik eləsə, eləməsə eləmir. Gedirlər, orada yaşırlar. Və yaşamaq da evlənməklə deyil. Yəni, evlənmək təhcə yaşam şəkli deyil. Dost kimi olaraq yaşırlar. Mən çox adamlar görmüşəm ki, dost olaraq 18 il, 20 il yaşayıblar, evlənəndən 6 ay sonra boşanıblar. Çünki evlilik mütəəssifanə yaşamı şeyə çevirir, rəsmiyə. O rəisdir, mən mərusam, o işləyəcək, mən xəşləyəcəyəm, mən arvadam, bu kişidir, mən ona o şeylər verəcəyəm, o da mənə bu şeylər verəcək. Bir də ona al-verə geçir, dostluqdan çıxır, ehtiram, hürmət azalır. Mütəəssifanə. Deyir ki, alacağı qız, o qızla ki evlənəcək, almaq sözü mütəəssifanə çox pisdir. Bərdədarlıq dövrəsindən bu giribdir, bilmirəm, burada da işlənir. Alacaq qız. Qızı almazlar ki. Qızla evlənərlər. Necə ki, qız oğlanı almır ki, evlənir. Niyə qızda işlənmir bu, oğlanda işlənir? Çünki oğlanlar qədim gedərdilər. Quldarlıq dövrəsində, ki, farsca bərdədari deyirlər, quldarlıq dövrəsində gedərdilər bazardan, məsələn, bir təlis un alacaqdı, bir dənə də arvad alardı. O, onu neynərdi? Bu xanımı da cür elərdi. Yəni, o, unu eləyə bilərdi yandıra, bu xanımı da yandıra. Ata eşiyə, bunu da eşiyə. İnsan deyildi, insanlıq şeklində. Onun üçün bu almaq sözü çox aşağı edici bir sözdür. Biz bunu gərək yavaş-yavaş çıxadaq. Qız Yumuş adıyla bir cehiz gətirərdi. Bu cehiz əbəveynin və əqrəbasının verdiyi hədiyyələrdən ibarət idi. Bu bizdə də var idi, mütəəssifanə indi yavaş-yavaş yığışır. Bu cehiz ki, xanım gətirdi, adı Yumuş idi. Bu Yumuş kim hədiyyə verərdi bunları? Dədənənəsi verərdi, oğlan tərəfi də verərdi, qız tərəfində familləri gələrdi, el də verərdi. Yəni qonşular, dostlar, famillər. Əlbəttə Qəradağda mənim yadıma gəlir, məsələn, bunlar
yazılardı, list olardı. Həm nə qız tərəfi bilərdi ki, məsələn, kim bunlara nə verdi, bunlar da onun qızı ərə gedəndə nə verəcəklər. Necə ki, oğlan tərəfi evlənəndə də oğlana nəmər verərdilər və oğlan da tərəfi onu yazardı, bilərdi ki, filan kəsə biz bir belə borcluyuq, onun oğlu evlənəndə verəcəyik. Və borc olsunu deyərdilər, filan kəsin oğlunda borc olsun. Gəlinlə damad mallarının birləşdirərək ortaq bir ev sahibi olurdular. İndi oğlan dədənəsindən mirasını aldı, qız da famililərindən bir şeylər aldı. Gəldi nə oldu? Bunlar birləşdirdilər malların bir evdə, bir obada, bir çadırın altında ya bir səqfin altında, bir damda birləşdirdilər. Ortaq bir ev sahibi oldular. Ortaq yəni şərik. Şərik, şirakət, səham, bunlar ərəbcə sözdür. Türkçəsi nədir? Ortaqdır. Bunlar nə erkəyin baba ocağında, nə də qızın türkündə oturmazlar. Yeni bir ev qurardılar. Bu qız və oğlan deyir ki, nə erkəyin, yəni oğlanın babası ocağında, nə də ki, qızın türkündə. Türküdə dedik kimdir? Dədənin nəsə əsil olsun. Çünki dedik, türklər əsil qız olmasa evlənməzlər. Qızlar da əsil oğlan olmasa getməzlər, əsil türk. Türkündə oturmazlar. Yeni bir ev qurardılar. Özlərinə bir ev qurarlar. Bu səbəblədir ki, türklərdə hər evlənmədən yeni bir ev doğardı. Səbəb ərəbcə sözdür, fars deyil. Bu səbəblədir, yəni bu nədənlədir. Türkçəsi nədən? Nədənlədir ki, türklərdə hər evlənməklə bərabər bir ev vücuda gələrdi. Bir ev çoxalardı, famillər geçsinlər, dolansınlar. İzdivac. İzdivaca. İzdivac ərəbcə sözdür, evlənmək. Ərə getmək. Xanımlarda ərə getməkdir, oğlanlarda evlənməkdir. Bu almaq sözünü işlətməyək. İzdivaca evlənmək və ev bark sahibi olmaq deməsi də bundan dolayıdır. Deyir, izdivac kələməki ərəbədir, ona evlənmək demək türkçədə və ev bark sahibi. Bark dedik nə mənə? Yəni o iki qızın bir gəlib bir-birinin evlənməsi olacaq zahirən. Olmaq deməsi də bundandır. Bundan dolayı deyir, buna bark deyirlər və evlənmək deyirlər. Təkələrdə gəlincə təkələrdə gəlinlə damadın çadırı yeni yapıldığı üçün bəyazdır. İndi dostlar, bu damad sözü bizdə farslardan gəlmədi fikir elirəm. Bəlkə də türkdür, mən bilmirəm. Amma bizdə bəy deyərdik. Və Qərədağda mənim yadıma gəlir ki, bəy gecə doğrudan bəy olardı və bir gündə əmir verə bilərdi. Xana da əmir verə bilərdi. Bu bir gözəl bir şeydir. Ənənə idi. Deyir ki, təkələrdə gəlinlə damadın evi, gəlinə gəlin deyərdik, damada da, mən bilmirəm damad, amma bəy deyərdik fikir elirəm. Daha nə deyərdik? Görək nə deyərdik, taparıq. Damadın çadırı yeni yapıldığı üçün bunlara deyir, hər şey taza olardı. Taza olduğu üçün də bəyaz olardı. Bəyaz ağ deməkdir. Ərəbcə sözdür, türkçəsi ağdır. Müntə keçənki dərslərdə dedik, bəyaz və siyah sözü farsdan və ərəbdən keçibdir türkçəyə, mənası dəyişilibdir. Bu nədənlə ona ağ ev deyilər. Ağ ev ki, indi Amerikada da vardı, o nədən deyir ki, bu nədənlə ona ağ ev deyərlər. Çünki çadırları ağdır, evləri ona ağ ev deyərlər. Əski türklərdə ev ərəblərdə olduğu kimi yalnız qocaya aid deyildi. Bir də ona tarixə işarə edir. Deyir ki, əski tarixdə türklərdə ev ya oba ya çadır, hər nə ki var idi, bunların ikisi evlənəndən sonra ikisinindir. Deyir ki, bu ərəblərin tərsəsinə, ərəblərdə necəymiş? Ərəblərdə kişi o çadırın ya evin sahibidir. Deyir, türklərdə belə deyildi.
Ev ərəblərdə olduğu kimi yalnız qocaya aid, qoca dedik ki, yəni erkək və kişi. Evlənəndən sonra o erkəkə qoca deyərlər Türkiyədə. Çünki məsələn biraz yaşaldı deyək, yaşlandı və xanım sahibi oldu. Bir xanımınla yaşadığı üçün, evləndiyi üçün ona xanım qoca deyir ona. Mənim qocam, qocacıyım beləsi deyirlər ona görə. Qoca aid deyildi. Deyir ki, bu ev ərəblərin tərsəsi ki, ev ərəblərdə kişiyə yetişər, deyir o cür deyildi türklərdə. Hər ikisi buna sahiblər. Qarı ilə qocanın ortaq malıdır. Ev qarı ilə. Dedik ki, qarı biraz bizim Azərbaycanda Türkiyədə işlənən qarı kimi işlənmir. Bizdə qarı sözü biraz yaşlı, ədəbsizdir bunu cavan adamlara deyək. Hətta xanım da bəzən cavan adamlara demirik. Ya gəlin deyirik, ya qız deyirik. Ya gəlin xanım hətta deyirik. Qarı ilə qocanın ortaq malıdır. Amma Türkiyədə xanım qız getdi ərə, ona qarı deyə bilirlər. Qoca da ki, dedik, erkəyə deyilir. Bu səbəblə evin erkəyinə ev ağası deyildiyi kimi evin xanımına da ev qadını unvanını verilirdi. Deyir, çünki bunlar hər ikisi də orada haqq sahibi idilər, ev də bunların ortaq müştərək malı idi. Bu səbəblə, nədənlə evin erkəyinə ev ağası deyildiyinə tay deyildiyi kimi evin xanımına da ev qadını unvanını, adını verərdi. Unvan ərəbcə sözdür, farsça deyil. Bunu biz ad, simət, mövqeyiyyət verərdilər. Buradan görürük ki, bu ev qadını olmaq özü bir post kimidir. Ya ev, çünki bir sistemdə değişilir. Türkün pərisi ocaqda barındığı kimi ağ evin pərisi də barkda yaşardı. Bark nə olur dostlar? Dedik ki, burada iki Türkün birbirinin evlənməsi. Taza bir ev qurulur ha o. Taza bir ev qurulur. Bu da silsilə məratib ictimaidir. Türkün, yəni o taza ev ki qurulub onun pərisi var. Getdi Usturiyə. Türklərdə dedik ki, ocağın bir Allahı var. Ocaqda yanar. Ocaq sönsə Allah ölər. Ona görə ocağı yanılı saxlardılar. İndi deyir ki, Türkün bu taza ev ki qurulubdur, bir oğlandan bir qızdan ki evləniblər. Hər şeyləri də ortaqdır. Bunların pərisi ocaqda barındığı kimi. Bunların bir pərisi olardı. Yəni xanım bir Allah kimi bir şey olardı, mələk olardı. Bu ocaqda barındığı kimi. Barınmaq dedik yerləşmək. Barınmaq, yerləşmək. O ocağa yerləşdiyinə tay ağ evin pərisi də barkda yaşardı. Ağ evin pərisi də harda yaşardı? Bunu da deyir, yəni ocaqda, barkda, ocaqda yaşardı. Pəri deyir, bu ağ evində pərisi barkda yaşar. Evin pəriləri mən bunu itirdim dostlar. Aha, tapdım. Evin pəriləri biri qocaya, ötəkisi qarısına aid olaraq üzərə 2 dana idi. Deyir ki, ev pərisi 2 dana idi. Burada baxın, İslama geçmiş bir şeyə bənzir. İslamda hər adamın 2 mələyi var. Biri sağında, biri solunda. Mən indi solu göstərirəm. Biri sağında, biri solunda. Və bunlar biri yaxçı işlərə, biri pis işlərə, biri yaxçıları yazar, biri pisləri yazar deyə bir şey var. Orada da deyir ki, türklərdə də evin pəriləri bir qocaya, biri 2 dana yəni pərisi olurmuş evin, biri qocaya aiddir, ötəsi obrisi, yəni obrisi qarısına aid olaraq üzərə 2 dana idi. 2 dana idilər. 2 dana burada pəri var idi evdə. Belə bir usturəmiz var idi. Birinciyə od ata, ikinciyə od ana deyərdilər.
Odda yaşadıkları için bunlar oda şeyində olurdular. Dedik ocaqda yaşırdılar da. Bunun üçün bunlara nə deyirlər? Birincinə od ata, erkəyinkinə od ata deyərdilər. Xanımınkına od ana deyərdilər. Gəlin hər sabah bir parça tərə yağını ocağa atar. Od ata, od ana deyə dua edərdi. Gəlin sübh yuxudan durub indi birinci işçi görür nə görəcək? Ocaqda o közü əlovlandıracaq. Onu əlovlandıranda hər sabah ərəbcə sözdür, səhər tezdən. Biz məsələn deyirik ki, sabah gələcəyəm. Yəni farsça fərda gələcəyəm. Ərəbcədə sabah yəni səhər. Yəni gecə qaranlıqdır, səhərdəki günüz olur, başlayır. Ona sabah deyirlər. Türkiyədə də bu cürdür. Mən sabah gələcəyəm, yəni sabah tezdən gələcəyəm. Amma bizdə sabah, yəni Türkiyədə yarın deyirlər, fərda farsça. Deyir ki, hər sabah bir parça tərə yağı. Tərə biz kərə deyirik. Mal heyvanı normalda sağarlar, onun yağını çıxardarlar, o yağı deyir. Bir tərə yağını ocağa atar. Od ata, od anaya dua edərdi. O oda dua elərdi. Oradakı mələklərə, o oddakı mələklərə dua edərdi. Od ataya, od anaya dua edərdi. Onlardan bu ocağın yanmağın xeyirli, bərəkətli olmağını istərdi. Ocağın sağında damad, solunda gəlin otururdu. Bu bir dənə rəsmidir. Mən bunu bizim öz kətlərimizdə də gördüm. Normalda böyüklər sağda oturarlar. Böyükdən kiçiklər solda oturarlar. Məsələn, şahın sağında bir böyük oturar, solunda biraz ondan kiçikli məqam. Bu ailədə də budur. Böyük uşaq sağda oturar, ondan kiçik solda oturar. Məsələn, xanım sağda oturar, məsələn deyək, gəlin ya qız solda oturar. Ya xanım sağda oturar, oğlan solda oturar. Bu cürsü. Çünki o silsilə məratib var. Ocağın sağında damad, solunda gəlin oturardı. Sağda qısraq məməli, solda inək məməli olmaq üzərə iki totem var idi. İndi bu totem məsələsi də biraz ağır olacaqdır. Cami şünasinin məsələlərindəndir. Qısır cavan inəyə fikirlirəm deyərlər. Ki, doğmayıbdır. Doğanda inək olur. Fikir edirəm beləsi. Yəni, şamil bilmirəm. Bilirəm qısır əmən beləsi işlədərlər bizdə. Amma dəqiqən anlamı nədir? Dəqiq bil. Amma mənim düşüncəm 50 il bundan qabaqdan budur. Olsa işi xasirəmdə qalıbdır. Sağda qısıraq məməli, gördünüz bu inəkdir, öküz deyil. Yəni, inək tayfasından, dişi. Dişi bir inək, öküz yox. İnək, qısıraq amma, yəni doğmamış. Doğmamış bir inək sağda, solda inək məməli. Amma solda inək məməli. Burada öküz demir, aydınladır. İnək olardı, yəni doğmuş, süd verən, məməli də ki, yəni bəlli olsun ki, bu Türkçe dişidir, erkək deyil. İnək məməli olmalı, olmaq üzərə iki totem var idi. Totemləri də bu. Totem nə demək? Totem bu bəzi millətlərdə qədim bir inancıdır. Və o Allah deyil, amma çox mühümdür. Çox önəmlidir. Şəriətinin də bu haqda bir uzun danışmaqları, kitabları var. Ki, İmam Hüseyni totem bilir, məsələn. Ya Aşuranı totem bilir, məsələn. Sağdakına ev sahibinin qardaşı, soldakına ev sahibinin qardaşı deyərdilər. Sağdakı inəyə ev sahibinin qardaşı, soldakı inəyə evə. Üz istəyirəm, çox üz istəyirəm. Sağdakı evə. İndi o gəlin, o damad olan evin sağdakı evə. Sağdakına ev sahibinin qardaşı, soldakına ev sahibəsinin sahibəsi, xanımının yəni. Ərəbcə bu gəlmədi bizim dilimizə. Ərəbdən gəlibdir. Ərəbdə erkək
dişi var. Kəlmələr, heyvanlar, şeylər erkək dişiyə bölünərlər. Bilmirəm, bizdə yox idi, ya var idi, onu mən bilmirəm. Amma indi gəlibdir. Burada görürsünüz, deyir ki, sağdakına ev sahibinin qardaşı, soldakına ev sahibəsinin, sahibə, yəni bir sahibi ki, dişidir, xanımdır. Qardaşı deyilərdi. Bunlar qoca ilə qarısının totemləri idilər. Bunlar da o evin qocalarının, qoca ilə qarı, yəni xanım və ağanın totemləri idi. İnancılar idi. Bunlar inancıdır. Bunun əsasında yaşarmışlar. Əsli türklərdə eşikdə qutsaldır. Eşik də qutsaldır. Eşik evin astanası. Əsli türklərdə bir evin içi qutsaldır. Dedik ki, içində mələk var, ocaq var, bunlar hamısı qutsaldır. Ondan sonra buna gətirildi, bunlar dedi. İndi deyir ki, əsli türklərdə eşik də qutsaldır. Evdən eşik. Astana nə demək? Astana qapının qabağı. Həyət deyil. O girəcək. Orada qutsaldır. Qutsal müqəddəs söz ki, ərəbcədir, onun türkcəsidir. Yabancı bir adam eşiyə basarsa çarpılırdı. Yabancı özgə deməkdir. Qəribə ərəbcə. Qəribə sözünün yabancı. İndi Türkiyədə bu gün çox işlənir. Bizdə özgə. Özgə bir adam eşiyə, o eşik sözü ki dedik, evin astanası, ora basarsa, ayağını ora qoyarsa çarpılırdı. Yəni ona bir zərər gələrdi. Yəni onu o mələklər filanlar vurardı. O bir müsibətə giriftar olardı. Mən bunu bir iki dəfə demişəm, bəlkə yenə də burada işarə edeyim. Dostlar, evin qapısı, pəncərəsi, işçilli olub olmaması buna görədir ki, qohum, qardaş, tanıyan içəriyə girməsin. İcazəsiz, izinsiz. Yoxsa biri oğurluq və düşmənliqlə gəlsə, qap pəncərənin divarının eli ilə 50 metr aşar gələr, oğurluğu nelər aparar. Mütəəssifanə İranda indi getdikcə oğruların yox, famillərin gözünü fikirəm gözü üçün ki, onların gözünün qabağında bir-birinə etimad qalmadığı üçün onların divarlar günü-gündən gedir yuxarıya. Ənvai oğru tutanlardan, nə bilim, elektronik, dürbün, şüşə, nərdə, bərq, simxardar, bunlardan hamısı vururlar. Niyə? Çünki əmniyyət aradan gedibdir. Bir məmləkətdə əmniyyəti hardan görəcəksiniz? Orada divar var ya yox. Kanadada siz evdə divar görməzsiniz. Amerikada görməzsiniz. Avropada divar görməzsiniz evlər arasında. Çünki əmniyyət var. Qapının da işgili o qədər rahat açılar ki, həyət qapıları xüsusən rahat açılar. Bir dənə düyüm şeyi vardı, belə barmağı vurarsın, qapı açılar, gedərsən həyətə. Amma insanlarda bu vardı ki, inanıblar. Mən bura girmərəm, bura mənim mülküm deyir, bura onun mülküdür. Hətta insanlar inanıblar ki, mən xanımımın yatdığı yerə icazəsiz qapını döyməni girməyim. Bəlkə bir vəziyyətdə ki, istəmir mən o vəziyyətdə onu görəm. İndi bizim İranda görürsünüz ki, telefonları kontrol edirlər, e-mailləri kontrol edirlər, filan bəhman, bir-birinə şəkk edərlər insanlar. Pəs, divarın ucalanmağı bir müşkülə həll eləməz. Evlərin saldırıdan qorunması quralı eşiklərin bu qutsallığından dini bir yaptırım bulmuşdur. Deyir ki, evləri saldırıdan, həmlədən, həmlə eləməzdilər evin üstünə. Həmlədən qorunması qural, qanunu eşiklərin, evin mühəbbətəsinin bu qutsallığından, müqəddəsliğindən dini bir yaptırım, dini bir durum qazanmışdı. Yəni, ev müqəddəs halına gəlmişdi. Bu Qacar dövrü necən var idi dostlar? Bəzi evlər, bəzi yerlər o qədər müqəddəs idi ki, bir dənə qatil də qaçıb girsəydi ora, dövlət ora girib bu qatili çıxadanmazdı. Müqəddəs idi. Bunların hamısı Riza Şahdan sonra tamam bu müqəddəslər aradan getdi. Beşinci neydi? Türk
feminizmi. Türk feminizmi görək nədir? Dostlar, tarixdə nə cür türklər? Feminizm nə deməkdir? Feminizm, female, male İngiliscədə, latincədə male, yəni erkək. Female, yəni dişi, xanım. İndi, male deyəndə, yəni kişi, female deyəndə xanım. Feminist deyəndə, yəni o adam ki, xanımların tərəfdarıdır. Xüsusən üçün xanım olduqları üçün xanımın tərəfdarı olmaz ki, xanım haqlarının tərəfdarıdır. Çünki bu camiələrdə dinçilər və qeyri-dinçilər gəliblər, arvadları adam hesablamayıblar, onların haqlarını aradan aparıblar. Buna görə bir iddə xanımlar gəliblər, özlərini deyiblər feministik. Yəni biz öz xanımların haqlarının tərəfdarıyıq. İndi onun dalısıca nə olubdu? Onun dalısıca gəlibdi. Bir iddə kişilər də indi feminist olublar, xanım haqlarının tərəfdarıdırlar. İndi görək ki, türklərdə feminizmin anlamı nəymiş? 2000 il, 3000 il, 5000 il bundan qabaq türklər feminist nə cürmüşlər? Türk feminizmi. Əsli türklər həm demokrat, həm də feminist idilər. Dedik ki, əsli türklərdə seçim var idi. Eldə hər tək-tək adamlar xanı seçə bilərdilər. Məclis seçərdilər. Məclis o elin tamam işlərinə qərar verərdi. Soyda dedik ki, daha geniş xalqanızadı seçərdilər. İndi, görək ki, burada nə var? Deyir ki, əsli türklərdə həm, dedik ki, demokrasinin bir dana daha şərti var idi. Nə idi? Təhcə seçmək olmaz. Həman seçmənlər, yəni seçən insanlar, xanım ya, eləyə bilsinlər, seçdikləri adamları əzl eləsinlər və götürsünlər. Demokrasinin birinci quralı bu olmalıdır. Yoxsa siz birini seçdiniz, 4 il oradan eləyə bilmədiniz götürəsiniz. Bunun nə anlamı var? İndi görək ki, bunu nə deyir? Deyir ki, əski türklərdə həm demokrasi, yəni insanların haqları öndə gələn, həm də feminist xanımların haqları var idi. Zaten demokrat olan toplumlar genellikle feminist olurlar. Deyir ki, zaten, yəni əslində. Zat ərəbcə sözdür, əsl də ərəb sözdür. Amma ikisində işlədirik. Kökündə, yəni kökünə baxsaq, demokrat olan toplumlar, toplum dedik ki, bir yer iki millət oraya yığışıbdır, camiə. Demokrat olan toplumlar genellik umumi sözünün türkçəsidir. Umumiyyətlə feminist olarlar, xanım haqlarının tərəfdarı olarlar. Demokrasi ilə xanım haqlarının tərəfdarı olmağı ikisi bir sikkənin iki tərəfidir. Yəni, bu sikkənin bir tərəfində yazar bir neçə tümənlikdir, o birisi tərəfində yazar, məsələn, bir əks olar. Demokrasi və feminist olmaq bir dana demokrat camiənin əlamətidir. Əgər bir camiə deyir, mən demokrasim var, amma xanımların haqları yoxdur, orada demokrasi yoxdur. Bunu istəyir desin. Türklərin feminist olmasına başqa bir nədən də əski türklərcə şamanizmin qadındakı qutsal gücə dayanması idi. Deyir ki, əvvəl türklər dedik ki, demokrat idilər, demokrasi sistemindən gedirdilər qabağa. İndi ondan sonra deyir ki, bir dənə də ayrı dəlil var ki, türklər orada feministlər. Niyə? Deyir ki, türklərin feminist olmasına başqa bir nədən, yəni digər, ayrı bir nədən, səbəb də əski türklərin, ya türklərcə şamanizmin qadındakı qutsal gücə dayanması idi. Bir dana din var idi, türklər də bu dindən gediblər. Dedim, türklər tarixdə çoxlu din dəyişdiriblər. İndi də türklərin bir hissəsi Məsihidir, Yəhudidir, müsəlmandır, Şiədir, Sünnidir, Budaidir, Konfüsiyusdur. Hər dindən vardır, dinsizdir, Allahsızdır, ziddi Allahdır. Türklərdə hər cür şey var, millətdirlər. Və millətin haqqı olduğu üçün haqqından istifadə edir. Deyir ki, şamanizm dinində, şamanizm də çox təbiətə bağlıdır. Kanadada bir dana cəmiyyət vardır, naturist deyirlər, fikirlirəm. Nature elementist ya elementist deyirlər buna. Mən bunların ibadətlərini hətta videoda götürmüşəm. Çox cəlibdir. Onlar təbiəti ibadət edirlər.
Deyir ki, şamanizm qadındakı qutsal gücə dayanması idi. Şamanizmdə fikr elədilər, xanımda bir güc var, o güc müqəddəsdir. O güc nə gücüdür dostlar? Mən onu özüm hədis vurdum. Doğum gücü və tərbiyə gücü. Mən dünənləri dedim, biz Azərbaycan müstəqil olandan sonra budcamız məsələn yaxşı $100 qoyacağıq. Amuziş pərvəriş dedikləri İranda o sistemə. Bunun $80 xanımlara xərclənməlidir. Çünki xanımlar qutsal olmalıdırlar. Xanımlar hər cəhətdə erkəklərdən üstün təlim, tərbiyyət və iş görməlidirlər. Hətta qazancılar da gərək kişilərdən yuxarı olsun. Çünki camiənin gələcəyi xanımlardandır. Xanım zəif olsa, mühəqqər olsa, təhqir olsa, məsxərə olunsa, o camiənin başdan başa hamısı təhqir olar. İranda niyə bu cürdür camiə? Çünki xanımlar təhqir olurlar. Xanım təhqir olan yerdə erkəklər mühəqqərdirlər. Türk şamanları sehir qüvvəti ilə hariqələr göstərə bilmək üçün özlərini qadınlara bənzətmək zorundaydılar. Diqqət buyurun. Deyir ki, Türk şamanlar, dedi, mollalar fikir edin. O şaman dininin mollaları. Türk şaman, molla deməyək, çünki molla çox pis bir mənası var, mütəəssifanə, şaman deyə belə. Türk şamanları sehir qüvvətinə, cadu, sehr qüvvətinə, cadu və sehr, hər iki fikirəm ərəbcədir. Biz sehri işlədirik. Sehr qüvvəti ilə hariqələr göstərə bilmək üçün, əcib bir işlər yaratmaq üçün, göstərmək üçün sehr gücü ilə özlərini qadınlara bənzətmək zorundaydılar. Özlərini məcburdular xanımlara bənzətsinlər. Diqqət buyurun, niyə? Dedim ki, xanımlarda yaradıcılıq, doğuculuq gücü var. Və əgər bir nəfər istəyə, yoxdan bir cadu eləyə, bir şey düzəldə, o xanım gücü kimi olmalı, yəni yaradıcılığa getdiyi üçün. Hətta buna baxsaq, diqqət buyurun. Əgər beləsi görsək, mən bunu çox maraqlı gördüm. Əgər bunu görsək, diqqət buyurun. Allah da bir növ qadındır. Çünki doğur insanı. İnsanı yaradır. Deyirlər ki, Qul huvəllahu əhəd, Allahu səməd, ləm yəlid və ləm yulad. Doğmayıbdır, amma düzəldibdir. Xəlq eləyibdir. Və xilqət doğmaqdır. Hə, bir var ki, məsələn, qışların arasından bir uşaq düşür. Yox, o mənada deyil. Amma xəlq gücü doğmaq gücüdür. Türk şamanlar sehir qüvvəti ilə hariqələr göstərə bilmək üçün özlərini qadınlara bənzətmək zorundaydılar. Qadın əlbisəsi giyərlər. Qazın yazıb burada, iştibahdır. Qadın əlbisəsi geyirlər, saçlarını uzadırlar. Səslərini incəldirlər. İncə, nazik, hünəri, zərif. İncətmək, nazik. Nazik də türkü kəlmədir. Gedibdir nazik olub farsada. Nazik, incə. İncə, zərif. Zərif edərdilər səsləri. Çünki xanımların səsləri zərifdir. Türkiyədə də bunun əsasında türk rəsmi dil olaraq, rəsmi yazı olaraq türklərin ləhcəsini götürüblər. Çünki xanımlar incə və zərif danışarlar. Və hə belə, xanımlar biraz çox ədəbli danışarlar. Xüsusən bu korona gələndən bu yüzə Türkiyədən gələn videoların bir çoxunda görürük ki, oğlanlar daha çox ədəbsizləşiblər. Güldürmək üçün fəqət söyüş verirlər. Xanımlarda siz bunu görənmirsiniz. Buradan da diqqət eləsək, onu da incəliği orada görürük. Bıyıq və saqqallarını tıraş edərdilər. O sehirbazlar, şamanlar bıyıq, bığ, biz bığ deyirik. Farslar sibil. Bığların, bıyıq, bığların və saqqalların tıraş edərdilər. Tıraş, bilmirəm, türkdür, farsda ayrı bir yerdən gəlmədi, hər halda kəsərdilər.
Amma mən burada biraz müşkülüm var. İttifaqən Yunanın o qədimi mücəssəmə dediklərində də müşkülüm var. Neçə dənə müşkülüm var, bir dənə ingilis adamla bəhs edirdim orada. O adam mənə buna görə ki, kitab qədimi bir şeydir, taza bir şey deyil. Bir mücəssəmənin, Yunanlı mücəssəmənin əksin gördü ki, o adam lütdür, ya paltarı var deyək məsələn, amma əlində bir dənə bucuncu kitabdan var. Bu cür bir şey o imkansızdır. Çünki bucuncu kitab maşın çapdan sonra vücuda gəlibdir. İmkansızdır bu cür kitab 2000 il, 3000 il bundan qabaq olsun. Bu birinci. Və tiraj nə ilə bu üzü qırxardılar? Tiğə bugünün sözüdür. Onun üçün də görürük ki, tamam qədimlərin hamısının səkkəli var. Çünki adamlar, amma bəzi yerdə görürük, əkslə nəqqaşlar ki, adamların səkkəli yoxdur, bığı var fəqət. Mən fikirlərim ki, burada da bir müşkül gərək olsun. Çünki bunlar, məsələn, dəmiri nə qədər ütüldürsən, nəhayətdə, məsələn, bu çox belə çətin üzü vura bilər. Xüsusən bəzi yerləri əslən, hər halda mənim orada bir şəkkim var. Saqqallarını tıraş edər, hətta cəbə qalır. Cəbə dedik nə mənədir? Bizdə o fəşlər ki, eni azdır, boyu çox uzundur, ona biraz da qalin toxunar, ona nə deyərlər? Cəbə deyərlər. Amma Türkiyədə cəbə, xanımlar ki, hamilə olarlar, Türkcə ona deyərlər. Bizdə boğaz kəlməsi işlənərdi. Amma cəbə hər halda, yəni hamilə qalardı. Deyir, hətta bunlar özlərin hamilələrdilər. Calibdir. Mən bunu heç bilmirdim ki, şamanlar özlərin buna görə ki, xanım gücünə çatsınlar, özlərin hamilə də elərmişlər. Cəbə elər, qalır. Qalmaq da, yəni, bilirsiniz, bu şeydir, yəni, elərlər, yəni, adam özün bənzədər, yəni, bir yastıq qoyar, yün qoyar, bir şey qoyar, bu da qalını geçə göstərir. Amma qalmaq, yəni, fəqət xanımdır ki, əri ilə sevişəndən sonra hamilə qala bilər, cəbə qala bilər, təbii olar. Burada təbii göstərir, deyir ki, o, yəni, onlar təbii olaraq qala bilərdilər. Mən bunu biraz əcib gəldi mənə. Çocuq doğururdular. Hətta deyir ki, bunlar çocuq da doğardılar. Görürük ki, Usturiyə gedir. Daha getdi Usturiyə. Yəni, bu tarix deyil daha. Bu Usturədir. Buna qarşılıq Totuyonizm dini də erkəyin qutsal qüvvətində qutunda görünürdü. Deyir ki, buna qarşılıq xanımda olan bu gücün ki, bunları hətta orada dedik ki, şamanlar özlərin xanıma bənzirlər. Deyir, buna qarşılıq, bunun tərsinə, bunun ziddinə, bunun üzün qabağında Toyonizm dini də bir dənə din var hətmən, adı Toyonizmdir. Toyonizm. Deyir, orada dini də erkəyin qutsal qüvvətində qutunda görünürdü. Deyir, bu da erkəyi qüvvətli və qutsal, müqəddəs görərdi. Qutunda görünürdü. Deyir, onun qut da onun şeydir. Hər halda, yəni qut əlbəttə qutunda görünürdü. Qut özü bir ayrı bir söz olmalıdır. Mən bunu bilmirəm. Toyonizm ilə şamanizmin dəyərcə eşit olması hüquqca erkək və qadının eşit tanınmasından nədən olmuşdur. İndi elə bilir nəzərə gəlir ki, iki dana din eyni zamanda varmış. Biri Toyon olmuş, biri də şaman. Deyir ki, Toyonizm ilə şamanizmin, Toyonun tərəfdarları ilə şamanın tərəfdarları belə, ya Toyon dini ilə, ya o yaşam tərzi ilə şamanın yaşam tərzi dəyərcə, dəyər dedik ki, qiymət, ərziş, bəha, dəyərcə eşit olması, bunların deyir, dəyərləri biridir, ikisində. Hüquqca erkək və qadının eşit tanınması nədən olmuşdur, tanınmasına. Deyir, bunlar üçün orada kişi, orada xanım şeydir. Deyir, bunlar iştibahən nə olmuşdur? Hüquqca, qanunda, hüquqda, haqlarda erkək və qadın eşit tanınmağına səbəb olmuşdular. Nədən olmuşdular? Yəni, bu iki din səbəb olmuş ki, erkək və qadın hər cəhətdə haqları bərabər olsun. Hətta hər işin gərək Toyonizmə, gərək şamanizmə dayanması
gərəkdiyindən hər işə aid toplantıda qadınlar erkəyin bərabər bulunması şərtidir. Deyir ki, buna görə idi, yəni bu iki dində hərəsi birinə güc verdiyi üçün və bu ehtimalən bunlar ikisi eyni zamanda hakim idilər. Hətta hər işin gərək, hər iş, indi gərək tuyonizmə görə o iş gedə qabağa, ya şamanizmə görə o iş gedə qabağa dayanması gərəkdiyindən, deyir, bunların olması gərəkdiyindən hər işə aid toplantıda, hər toplantıda qadınlar erkəklə bərabər bulunması şərtidir. Şərtidir ki, xanımlarla erkəklər gərək bərabər hər ikisi olsun. Olmasaydı işdə olmazdı. Məsələn, getdik 98-ci səhviyyə dostlar. Məsələn, xalqın sorumluluğu xaqan ilə xatunun hər ikisində ortaq olaraq ortaya çıxdığı üçün bir təlimat yazdığı zaman, bir təlimat yazdığı zaman xaqan əmir edər ki, ibarəsi ilə başlarsa ona boyun əyilməzdi. Bir dənə misal gətirir. Deyir ki, xanımla kişi gərək bərabər olar. Deyir ki, məsələn, misal vurur. Xalqın sorumluluğu xaqan ilə xatun deyil. Yəni, millətin, elin sorumluluğu, məsuliyyət, sorun məsuliyyət. Məsuliyyət ərəbcə sözdür, farsça deyil. Onun türkçəsi sorumluluq. Xalqın məsuliyyəti kimin öhdəsinə idi? Xaqanla xatun. Xatunun öhdəsinə idi. Xaqan şahlar şahı, xatun xatunlar, xanlar xanı genədə. Çünki xan da, xanım, xan mənim xanım, xanım, mənim xanımım. Xanımım yox ha, mənim xanım. Onun xanı, sənin xanın, mənim xanım. Beləsi, bu anlamda. Deyir ki, hər ikisinin ortaq olaraq ortaya çıxdığı üçün, yəni bu xanla xatan müştərək ortaya çıxıblar bunlar. Bir təlimat yazdığı zaman, əgər şah bir təlimat yazıydı, təlimat nə demək? Bir dənə əmr yazır. Yazdığı zaman xaqan əmr elədi, edir ki, ibarəsi ilə yazsaydı bir sözü, başlarsa ona boyun əyilməzdi. Millət ona qulaq asmazdı. Xaqan belə əmr edir. Deyir, belə başlamazdı. Belə başlasaydı millət qulaq asmazdı. Çünki deyərdi ki, burada gərək biz iki nəfər seçmişik. Bir xan seçmişik, bir xatun. Xaqan seçmişik, bir də xatun. İndi nəcür olub? Xaqan xatunu öldürübdür, xatun küsübdür, xatun müxalifdir deyə qulaq asmazdılar. Onun üçün deyir ki, nə olardı? Bir əmrin qəbul edilməsi üçün mütləqa xaqan və xatun əmr edir ki, sözü ilə başlaması gərəkdir. Deyir, bir əmri millət itaət eləsin. Bir əmrin qəbul edilməsi, itaət eləməsi millətin tərəfindən mütləqa ərəbcə sözdür. Yəni, hətmən, %100. Gərək nə cür deyə? Xaqan və xatun əmr edir ki, sözü ilə başlasın. Gərək orada yazılır ki, xaqan və xatun hər ikisi həm əmr edirlər. Xaqan tək başına bir elçini huzuruna qəbul edəməzdi. Şahlar şahı xaqan tək başına xanımsız, xatunsuz, tək başına bir elçini, bir xarici məmləkətin elçisin, səfirin, inci səfir deyirlər, huzuruna qəbul edəmək gücü yox idi, qəbul eləməzdi. Elçilər ancaq sağda xaqan, solda xatun oturduqları bir zamanda ikisinin birdən huzuruna çıxardı. Əgər xaricdən bir elçi gəlir, elçi deyil, səfirlər, əgər xaricdən bir elçi gəlir, fərq eləməz, ayrı bizim türk ellərindən olsun, ayrı ellərdən olsun, ayrı uzaq yerlərdən olsun, yaxın yerlərdən fərq eləməz. O zaman ki, istir çıxa şahın huzuruna, şahımızın huzuruna, deyir, nə olar? O zaman ikisinin birdən huzuruna çıxardı. Bağışlayın, ancaq, elçilər ancaq, yəni sağda xaqan, sağ tərəfdə xaqan oturar, sol tərəfdə xatun oturduqları bir zamanda, o zaman ki, bunlar oturublar orada, ikisi, fərz edin, arada bir sağı solu nə cür təşxis veririk? Fərz edin ki, arada bir məsələn bir yastıq var. Məsələn, əllərin qoyurlar hər ikisi də onun üstünə. Məsələn,
bunun sağ tərəfində xaqan, yəni kişi, sol tərəfində xatun oturardı. Bunu mən bayaqlarda işarə elədim. Bir zamanda oturduqları, o zaman oturandan sonra elçilərə deyərdilər girin. Elçilər girərdilər, birdən onların ikisinin uzuna çıxardı. Şölənlərdə, şölən yəni farsda cəşn deyirlər, şadlıqlarda. Şölənlərdə, çənkeşlərdə, çənkeş dedik ki, dünənləri dedik ki, kənkaş sözünə işarə elədik. Dedik kənkeş, yəni o böyük cələsə ki, dövlət qurulur imperatorluqda. O kənkeşlərdə, qurultaylarda, dedik ki, elə həmin məclisdir, xanlardan ibarət, bəylərdən ibarət və törənlərdə. Törənlərdə dedik ki, rəsm rüsumlarda, savaş və barış toplantılarında, o cür toplantılar ki, qurulur savaş üçün ya barış üçün, xatun da mütləqa xaqanla bərabər bulunurdu. Bir xatun da gərək mütləqa olaydı. Yəni, bunlarda ki, adapardıq, baxın, çox mühüm məsələlərdir. Səfirlər gəlir, orada olmalıdır. Kənkeş məclisi qurulur, orada olmalıdır. Şölənlərdə olmalıdır. İndi, məsələn, zəfər qazanmışıq, məsələn, Şuşanı qazanmışıq, orada bir zəfərdir. Görürsünüz ki, Azərbaycan prezidenti xanımızı ilə daimən gedir. Diqqət eləməmişəm ki, xanımızı solunda olur, sağında olur. Diqqət eləməmişəm. Bir də xanımın sağına diqqət eləsəz, xanımın sağında şah oturur, şahın solunda xanım oturur. Buradan da eləyə bilirik ki, o sağ solu oradan təşxis verək. Qurultaylarda, dedik ki, son qurultayda Nadir Şah zamanı qoyulubdur. Sonra bu qurultayı Qacar dövründə və Osmanlının son dövründə istədilər ki, daimi eləyələr, məclisə çevirələr. Mütəəssifanə farslar bunu bizim əlimizdən aldılar və için boşaltdılar. Bir dana yapay bir, məsxərə bir şey qoydular. İbadətlərdə hətta və törənlərdə, ibadətlərdə, yəni məsələn, fərz edin ki, həftə namazı, cuma namazı, əlbəttə o zaman yox idi. Amma deyirəm, fərz edin, o cür bir ibadət var idi. İbadətlərdə də, törənlərdə, hər cürə, məsələn, tarixi ya bir dana rəsmidə, rəsmi rüsumda, savaş və barışlarda da, toplantılarında xatunda mütləqa hazır olardı. Qadınlar örtünməyə aid heç bir şərtə bağlı deyildilər. Heç bir şərt yox idi ki, xanımlar gərək məclisə gəlsələr, örtünələr. Bazıların gözlərin. Hətta bizim bu Qəradağda da yox idi. Bu gəlinlər fəqət, gəlinlər, taza gəlinlər ağızların yaşmaq deyə örtərdilər. Qalan şeyləri mən indi də sevirəm. Məsələn, qədim hamı böyük qoyardı və başın sarardı. Bu, sinozit və soyuq dəymənin qabağına alarmış. Mütəəssifanə pəhləvilər gəldilər. Bunu aldılar, hamı sinozit tutdu. Hamı böyrəyinin üstünə bir kəmərin bağlarmış. Bu böyrəklər, kolyələr, mərisliği olmasın deyə, soyuqluq olmasın, südük mərisliğıza da süzənək deyirlər, adına tutmasın deyə olurmuş. Hamı ayaqların və bacaqların ta dizlərinəcən bir dana bir şeylə belə bağlardılar. İlan çalmasın, filan eləməsin. Çünki mən son zamanlarda eşitdim, bir dana ilan var ki, sürət ki həmlə elir 200 km saatdədir. Yəni bu, gözü açıb qırpıncan adama vura bilər. Və bu, bizim kətlərdə də kim hardan gedəcəkdir, kimi tapsın, gətirsin bunu deyir. Yarım saata da bu öldürür. Bu nə olur? O, ayaqların, bacaqların bağlayan zaman o iplə, o zəhər ona dəyirdi. Və onlar ölmürdülər. Ha belə ayaq mərisliği tutmurdular. Bu bacaqlara soyuq dəyir, çox əcib soyuqluqlar bizim daimən hamı dizindən, qıçından sızıldar, ədlərindən, budlarından sızıldar. Niyə? Çünki ayaqdan soyuq dəyər. Bunu dostlar, deyim məndən xatirəz olsun. Hər nə qədər başmağızın aldı qalin olsa, belə qolqıtsızın sancısı olmaz. Və əgər qolqıtsız sancıya düşürdü, bir uzun müddət gərək ayağınızı bir dağ bir şeyin üstünə, isti bir şeyin üstünə qoyasınız ki, mərisliq çıxsın. Dostlar, görsədir ki, 20 saniyəmiz qalır. Mən təqribən 2 sətrim qalır. Bilmirəm, oxuya bilirəm ya yox. Örtünməyə heç bir adət və şərt yoxudur. Xaqanın hökumətdə ortağı olan xatuna Türkəmən unvanını verilərdi. Əziz dostlar, qutardı. Sağ olun, görüşərik. Mən bunu sabah oxuyaram. Hələlik.